Qarabağ bizim idi, indi bizim deyil ifadəsi tələdir. Bizi birtərəfli güzəştlərə getməkdə ittiham edirlər. Həqiqət isə ondan ibarətdir ki, qətiyyən güzəştə getməmişik. Biz dövlətimizin davamlılığını əsas götürmüşük, dövlətimizin maraqlarının ardınca getmişik. Referans mediaya istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan xalqa yeni il müraciətində deyib. Qarabağ bizim idi, indi artıq bizim deyil ifadəsi geosiyasi tələyə düşmüş düşüncə tərzinin təzahürüdür. Halbuki dövlətin və vətəndaşın şüuru deyir ki, Ermənistan Respublikası bizim deyildi, indi isə artıq bizimdir. Bəli, əskərlərimizin həyatı bahasına, bəli, çəkdiyimiz əzab və məhrumiyyətlər bahasına və məhz buna görə də hər şeydən daha qiymətli, daha sevimlidir. Çünki bu, gerçəkləşmiş bir arzudur. Ermənistan Respublikası bizim gerçəkləşmiş arzumuzdur və bugün öz arzumuzun içində yaşayırıq, deyə o vurğulayıb. Qələbəni Ağ Evdə möhürlədik. Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı qələbə qazanmışıq və bu qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika prezidentinin iştirakı ilə möhürlədik. Axar Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə müraciətində səsləndirib. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır, deyə dövlətimizin başçısı bildirib. 2025-ci ildə Azərbaycan-Ermənistan münasibətləri necə yadda qaldı? 2025 həm də Azərbaycan və Ermənistan arasında sülhə doğru irəliləyişlər ili kimi yadda qaldı. Xüsusən də bu istiqamətdə əldə edilən əsas uğurlara ikitərəfli görüşlər nəticəsində nail olundu. Oxu Az 2025-ci ildə Azərbaycan-Ermənistan münasibətlərinin inkişaf dinamikasına nəzər salır. İki ölkə rəsmiləri arasında ilk görüş yanvarın 16-da baş tutub. Sərhəddə Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş Nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın 11-ci görüşü keçirilib. Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində şimaldan cənuba Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər. Həmçinin tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. Fevralın 7-də isə Azərbaycan, Ermənistan dövlət sərhədində Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistan Respublikası əsir düşmüş, saxlanılmış və itkin, yeri məlum olmayan şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş keçirilib. Görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub. Bununla yanaşı, Ermənistanın təxribat cəhdləri də göz ardı edilməyib. Belə ki, Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər Ermənistan tərəfinin Azərbaycan ordusunun bölmələrini mütəmadi olaraq atəşə tutması, mövqelər üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib. Bu barədə Müdafiə Naziri General-Polkovnik Zakir Həsənovun rəhbərliyi altında aprelin 5-də nazir müavinləri, qoşun, qüvvə növləri komandanları, baş idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə video bağlantı formatında keçirilən xidməti müşavirədə qeyd olunub.